Qaynar suyu demişdim axı keçən səfər atmışdı qız əlin üstünə. Qaçmışdı Uzqaş bir kəndə, qohumlarının evinə. Bu qohumları da bunu himayəyə götürmüşdü. Bir ay saxlayandan sonra bunlar dedilər ki, neyniyən, nə qayraq, bu qız nə qədər burada qalacaqdır, biz bunu nə qədər burada saxlayacağıq. Belə olmaz axı. Nəysə öyrəndilər ora-bura. Baxdılar, gördülər ki, eşitdilər ki, bəs bu qızın qaçdığı evlə bu himayəyə götürdükləri ev qohum çıxıb. Bunlar da fikirləşdilər ki, ay Allah, yuxarı bığ, aşağı saqqal. Neyniyək, nə qayraq, nə tər eləyək. Qız da axı TikTokda var, görür. İndi mənim balalarım, mənim əzizlərim, indi siz də bir şey yazın, bu rəylərdə, şərhlərdə, bu qız onu görsün, bəlkə bir nəticə çıxardar, bəlkə nəysə bir sizdən də bir şey öyrənər. Bu qız belə qalmaz da, qaydar gedər ər evinə, bədbəxt olmaz. İndi gəlin özümüz bir şey fikirləşəyim, bir nəticəyə gələyim, görəyim, neyniyək.